Bu dolandırma halına baş verəndən sonra fərqinə varıb ki, Serbiyanın heç dənizə çıxışı yoxdur. Siz bədənimizə ziyan verməyin də bir neçə qızla. Sadiq olun, bir nəfərə sadiq olun kimi deyir. Sonra deyəcək 4-ə kimi yolu var. Sanki futbolcu olmaq yox, futbolçunun dostu olmaq daha maraqlı bir peşədir. Elə belə heç bir məsuliyyəti yoxdur, heç eləmirsən. Niyə dəyişirsən fikrimi ki? Beckham əsas niyə dəyişdi? Söhbət mənə təsir. Yanlış. Davidson da, Davidson. Yanlış. Sen diskalifikasyon. Davidson. Ay yok, da Kanadalı. Herkes salam. TikTok online'dasınız. Playmaker'ın 9-cu seriyasında yenidən bir yerdəyik dostlar. İzləyicilərimizdən xahiş eləyək. Videonun başında da bu abunəlik, like məsələlərini həll eləyək və videomuza başlayaq. Cavid Rəsul. Bugün yenə bu mükəmməl nur üzlü insanla bir yerdəyik. Like məsələləri, abunə məsələləri həll oldusa isti gündəmimizə başlayaq. İzləyicilərimizə bir salamlayın dostlar. Necəsiz izləyicilər? Əfsanəvi bir forma ilə gəlmisən. Bəli. Beşiktaşın 97-98 səndən yaşıddır var. Forması. Keçədən bilinmir 97-98-dir. Yaşım hələ də bilinmir. Enerjimiz tamdır. İzləyicilər hazırdır. Mövzularımızdan başlayaq. Düzdür, əslində belə deyək də futbolun fərdi olaraq zirvə mükafatı Ballon d'Ordur və biz Ballon d'Ordan danışmalıyıq mütləq şəkildə. O tərəfdə də qalibimiz müəyyənləşdi. Əslində biz o qalibi təyin eləmişdik, hə Cavid? Deyəsən bir ay qabaq sən təyin eləmişdin onu. Onda Dembeləni təbrik eləyirik, Ballon d'Oru götürdü. Biz artıq qərar vermişik. Mənim məlumat gəldi. Dembele Ballon d'Oru qazandı. Biraz Dembele'nin Ballon d'Or qalibiyyəti haqqında danışmanı xahiş edirəm səndən. Sonra bir-iki mövzu var ora yönləndirəcəyik. Dembele'nin qazanmamaq üçün yeganə səbəb onu deyirdilər ki, Dembele pis adamdır. Yəni nə mənada bad boydur. Belə futbolun anti qəhrəmanı. Məsələn Vinicius var ha. Vinicius'un Rodri ilə qazanmamaqlarının səbəblərindən birini onu deyirdilər ki, bu adam anti futbol oynayır. Yəni futbolda çirkin hərəkətlər eləyir. Məsələn Vinicius. Yəni Vinicius nümunəvi adam deyil. Ballon d'Oru da normalda bütün futbol mediası Ballon d'Ora baxır və nümunəvi insan udmalıdır bunu. Yəni Vinicius olmadığına görə elə oradan da bal kasırlar. Bunu demək istəyirəm yəni. Dembele'ni də elə eləyirdilər bu arada. Yəni Dembele də futbol tərəfindən belə deyim də çirkin oyunçulardan biri kimi yadda qalırdı. Və ona görə daha çox Rafinha'ya, Yamal'a belə üstünlük verdilər ki, bunlar belədir və futbol mediasının üzü olmaq daha yaxşı olar deyə. Yamal daha çirkindi amma. Amma bir şey deyim, baxdı sonra Dembele'nin o danışığı var idi ya sonda. Məsələn ağladı elə. Çox emosional idi. Oradaydı. Il dit qu'un jour j'allais gagner le Ballon d'Or. Il m'a toujours aidé, il a toujours cru en moi, il m'a toujours motivé. Mon meilleur pote. Futbol performansı olaraq haqqı idi. Futbol performansı. Zaten o sezonu qeydə alırıq ki, layiqdirmi, layiq deyil. Tamam. Ona görədir ki, yəni tamamilə layiq idi. Bütün turnirləri utdu, bütün turnirlərdə də yüksək performans göstərdi. Niyə də layiq olmasın? Tamam, əla. Rəsulonla belə bir pas atım. Biz normalda Ballon d'Ordan söhbət eləyəndə əslində bir xeyli 10-15 il bizi Ronaldo Messi rəqabəti o səviyyədə saxladı da. Səncə Ballon d'Orun ümumiyyətlə keçmiş marağı qalıbmı? Ya da artıq insanların futbol teoriyasını vecinədimi kim qazandı Ballon d'Or? Məncə deyil artıq. O qədər çox təsir eləmir. Bəlkə də o həmin o 15 illik rəqabətin və ya artıq futbol camiası deyək də, futbol kütləsi iki yerə bölünürdü ki, Messi, Ronaldo. İndiki fərqli adlardı falan. Bəlkə də ona görə daha az maraqlıdır insanlara. Əvvəl kimi deyil. Əvvəl kimi deyil. Dembele də özü də yaxşı oğlan idi zaten Dembele. Dembele bad boy. Yox. Osimhendən zəhlətçidir axı. Mən başqa şey nəzərdə tuturam. Üz olaraq, sima olaraq qızıl topa layiq görmürdülər. Amma mütləq şəkildə PSG-nin bir futbolçusuna verilməli idi də bu qızıl top. Dembele'nin Ballon d'Or mükafatını qazandığına görə təbrik edirik. Biz bilirdik, Sabit sağ olsun bizi aydınlaşdırmışdı bir ay əvvəl. Ballon d'Orun əvvəlki dadı qalmayıb. Nerede o eski Ballon d'Orlar? Ronaldo, Messi'lər nerede Allah? Deməli Dembele Ballon d'Or mükəmməl performans demişkən bir tarixi bir faktla bağlanacağıq. Bu da Rəsulla başlayaq. Wayne Rooney bu yaxınlarda bir açıqlama verib ki, Rəsul, Harry Kane İngiltərə futbol tarixinin gəlmiş keçmiş
ən yaxşı hücumçusudur. Bu belə bir açıqlaması var. Nə düşünürsən bu açıqlamada Harry Kane nəzərində? Yəni bu açıqlamanı verən şəxs özü idi. Bunu hər hansı bir digər millətdən və ya digər pozisiyadan bir oyunçu bildirsəydi, tamam fərqli bir reaksiya göstərərdim, amma mənə görə Manchester United və İngiltərənin ən önəmli, ən vacib oyunçusu bəlkə də Rooney-dir. Və Rooney tərəfindən bunu eşidiriksə, həm də Harry Kane-in performansını göz önünə götürsək, əslində ən kompakt hücumçu adlandıra bilərik. Başqa bir mənim ağlıma gəlmir. Harry Kane kimi sürəti, oyun qurması, zərbə vurması mükəmməl olan bir oyunçu. Əslində ağlımıza belə deyək də, mənim nəzərdə tutduğum 4 variant var. Gəl bu 4 variant üzərindən danışaq. İngiltərə tarixinin hücumçuları deyək də, Cavid ağlımıza Rooney gəlir, Kane gəlir, Owen gəlir, bir də Alan Shearer gəlir də böyük ehtimalla. Səncə İngiltərə tarixinin ən yaxşı hücumçusu Harry Kane-dir həqiqətən? Harry Kane çox qəribə hücumçudur. Çünki mən həyatımda dayaq yarım müdafiəyə qayıdıb oyun quran hücumçu və inanılmaz sayda qollar vuran hücumçu görməmişəm. Son Bavariya oyununa baxın. Həqiqətən sözünə əsirməsən dayaq yarım müdafiəyə gəlir. Olise ilə Gnabry'yə boş zonalar açır və 3 dənə qol vurur. Abi necə 3 dənə qol vurursa arxadan oynayır. Çox qəribə hücumçudur, amma çox ağıllıdır bu arada. Yəni futbol intellektinin ən çox olduğu oyunçulardan biridir bu arada Harry Kane. İkinci təbii ki Wayne Rooney-dir. Üçüncü isə Alan Shearer deyərdim. Amma məsələn həmişə belə sənin də sıralaman eyni idi bu arada. Eynidir bəli. Kane'i yenə 1-ə yazırsan da sən. Kompaktlığına görə bəli. Kompakt olduğuna görə. Okay. Bir də siz Kane'in nə özəlliyi məsələn daha üstünləşdirici digər rəqiblərindən məncə. Kane bütün bu uğurlarının böyük hissəsini Tottenham'da görüb də. Rooney tarixin ən yaxşı Manchester United-də oynayıb. Məsələn siz düşünün ki, Kane o United-də olsaydı nələr ola bilərdi? Amma ən yaxşı Manchester United eləyən bəlkə Rooney-nin özüdür. Bəlkə də. Amma siz seçmədiniz Rooney-ni. İkiniz də Harry Kane-i seçdiniz. Demək ki deyilmiş. Media tərəfdən ən güclü olan Rooney-dir məncə. O uşaq olanda ona bir sənə İngiltərədə bir şey baxırlardı. Bu adam gələcəyimizdir. Everton, bax Everton forması yemiş. Everton'un yetirməsi çıxanda bütün İngilis mətbuat dedi ki, biz ağ peleni tapdıq. Eynən. Belə Tottenham'ı da Tottenham eləyən Kane deyə bilərik, amma ilk cümləmə bu daha uyğun gəlir sanki. United Rooney eləmədi məncə. Ferguson elədi onu, amma tamam, bir qərar veririk ki, Harry Kane İngiltərə futbol tarixinin bir nömrəli hücumçusudur. Amma Tottenham'ın əfsanəsi sondur. İngiltərədən danışdıq, Premier Liqadan danışdıq. Bir dənə aktiv Premier Liqa futbolçusu haqqında bir xəbər yayılmışdı mediada. Onun haqqında danışmaq istəyirəm. Cole Palmer. Hamımız tanıyırıq da, çox yaxşı tanıyırıq. Rasıl deməli Cole Palmer keçən həftələrdə Serbiyada bir belə liman layihəsi olub, ora yatırım eləyib. Marinada elə düşünə bilərsiniz. Və bu yatırımdan sonra o 10 milyon sterling dəyərində belə deyim də bir dolandırılma halı ilə rastlaşıb. Bu qədər üst səviyyədə, bu qədər ağılsızlıq necə yaşana bilər? Özdə hələ xəbərin vurucu hissəsinə gəlirəm. Hələ bu deyilmiş. Bu deyil. Və bu dolandırma halına baş verəndən sonra fərqinə varıb ki, Serbiyanın heç dənizə çıxışı yoxdur. Əcəb olub. Tanrı sənə istedad verib, şans verib ki, sən Chelsea kimi bir klubda parlaya bilmirsən. Və istedadlısan, oynaya bilirsən də bunu. Sən niyə gedib yatırım eləyirsən ha qardaş? İstedad verib ağıldan yeyib. Ağıl da var. Arda Turandır da, ikinci Arda Turan. Yox, 10 milyon qoymasından qabaq sən məsləhətçin yoxdur. Bu qədər pulun var da. Yəni belə bir şeydə siz nə düşünürsünüz? Ümumiyyətlə bu futbolçuların mütləq şəkildə bir mentora ehtiyacı varmı? Nə bilim. Mentorları olur bu arada, yəni ehtiyacı bütün yaxşı olur. Onda Palmer'da yoxdur deyə. Yoxdur, yoxsa olanı zəifdir. O da aldadı. O da fırladı, o elə fırladı. 3 milyonu qatdalayıb getsin. Mentorları əsasən ataları, qardaşları, belə valideynləri olur da. Bir futbolçudan bir zəka gözləmək düzgün deyil. Yəni bu futbolçu həm də ağıllıdır, düşüncəsi də deyiləm mən. Zərbə düşünmürəm ki, ağıllıdırlar. Yəni məncə 2-3 nəfər var ki, bunlar normal şamil yox. 2-3 nəfər var ki, bunlar nisbətən ağıllıdırlar. Məsələn, Lampard falan da biz IQ-sunu falan danışırdıq ki, onlar çox yüksəkdir. Amma digərlərində sadəcə istedad var və pul var. Əllərinə pul düşür. Neyniyək? Gedək Serbiyadakı dənizin yatırım eləyək. Limana. Siz həqiqətən düşünürsünüz ki, yəni bu təhsilsiz olmaları futbolçuların belə şəxsi keyfiyyətlərinə çox təsir eləyir? Həm bir şey bilirəm ki, onlar full bütün həyatını deyəndə karyerasını futbolla məşğul olduğuna görə adi ustalığı belə deyək, nə bilim lampanı qoymağı belə bilmirlər. Bunu bilirəm, bunu baxmışam. Yanlarında olur. Nə? Sən hardan bilirsən bunları? Yəni futbolla bağlı dokumental kino var idi, adı yadımda deyil. Orada baxmışam. Sənədli film var idi. Hə, orada statistikalar eləyirlər ki, məsələn futbolçular karyerasını bitirəndən sonra nə edirlər və çoxsu bildiyin uşaq kimi olurlar, heç nə eləyə bilmirlər. Çünki böyük adamlar deyillər, olğunsuz adamlarlar. Bütün gün futbol oynayırlar. Pulları var.
Pulları var sadəcə. Hə. Və çoxsu da ki, o pulları boş-boş yerlərə xərcləyir karyeradan sonra. Çünki bilmirlər necə pulu necə idarə etmək lazımdır. Bir dəfə deyəsən qeyd etmişdim. Osvaldo var idi oyunçu, Roma'dan sonra Juventus'un oyunçusu. Osvaldo. O məsələn o tez bitirmişdi də karyerasını çox cavankən və istedadlı. Ona dedilər ki, sən niyə bitirmirsən karyeranı? O da məsələn sənin səbəbin kimi bildirmişdi ki, məsələn dedi sizin ən çox bəyəndiyiniz futbolçular kimdir? Messi və Ronaldo. Onların həyatı qızıl qəfəsdəki bir quş kimidirlər. Pulları var, imkanları var, amma həyatı onlar görmürlər, yaşaya bilmirlər. Adam o səbəbdən sonra gedib gitarist olmuşdu. Deməli növbəti mövzumuz əslində bu Nigeriyalı hücumçu var, Victor Boniface, Leverkusen'də oynayır. İndi Wolfsburg-a keçib, deyəsən, Werder Bremen-ə keçib. Werder Bremen-ə keçib. Keçən həftələrdə də maraqlı açıqlama vermişdi, amma bu həftəki gündəmimizə düşən açıqlaması budur. Deyir ki, bir neçə fərqli qıza pul xərcləməyiniz sizi bir yerə gətirməyəcək. Bir-iki qız tapın, ya da nə bilim belə sizi bəs eləmirsə 3 qız sizə yetməlidir də, ya da maksimum 4 olsun. Belə bir açıqlaması var Boniface-in. Bir futbolçunu xoşbəxt eləmək üçün neçə qadın olmalıdır əsasən? Boniface kimi bir hücumçunu xoşbəxt eləmək üçün 4 azdır. Belə görünən odur. O birinci cümləsində bir neçə dedi. Orada nə qədər 10 dəfə. Yəni bu bizə cümlə ilə başladı ki, siz bədəninizə ziyan verməyin də bir neçə qızla. Sadiq olun, bir nəfərə sadiq olun kim deyir. Sonra deyir ki, 4-də kimi yolu var. Ah sarılar, vah sarışınlar, yar esmer kalk sarışınlar. O məncə böyük bir depressiyaya düşüb, fikir ayrılıqları yaşayır. Bir cümlənin növbəti cümləsi tutmur. Bu arada belə bir açıqlaması var. Deyir ki, mən hələ ciddi oynamıram. Bu şeydə oynayırdım, Leverkusen'də oynayırdım. Gör ciddi oynasam artıq oynayırdım. Bu da ciddi oynayır. İndi də Werder'də oynayır. İşte kalbin sev dediler. Böyle qız məsələlərini deyilmişkən, neçə vaxtdır bunun Yamal haqqında danışmırdıq. Biz Yamala qayıtmalı getəzdə. Yamaldan danışmalıyıq. Neçənci deyənə kimdən sorulur? Deməli, Lamin Yamalın keçmiş sevgilisi var. Fatih Vazquez adlı bir xanımdır. Sayını itilmiş. Deməli, həmin xanım Yamal'la paylaşım edir Cavid. Və həmin paylaşımına başqa bir xanım reaksiya verir ki, Yamal bu gün sənlə idi. Belə bir reaksiya verir. Və cavab verir ki, dünən də məndən idi. Adamı şərə salanlar var. Adam gündən-günə xanım dəyişir, başa düşdü. Və məsələ necədir? Həmin belə Vazquez adlı xanım bir iddia ortaya atır ki, Lamin Yamal'ın meneceri onun üçün bir təqvim tutur. Nə fikirləşən Cahit bu məsələ barəsində? Lamin Yamal'ın meneceri niyə özünü Mama Roza kimi aparır? Sağ olsun. Bu arada Kimə alal olsun? Menecerinə də, özünə də. Yəni çünki məsəl üçün bir şəhərdə 3-4 dənə qızla görüşüm deyildi. Biri nə bilim Argentinadadır, biri Fransadadır, biri Uruguaydadır. Adam bildiyi hər gün samolyota minir ki, gedim filan. Axırıncı dedin deyəsən o balaca boy olan var idi, odur. Boylarını ölçməmişəm amma. Bayağı balacadır, yəni bayağı. Məncə hal-hazırda münasibətdə olduğu xanım var. Bir dənə o deyil. Var bu dəqiqə. Bu dəqiqə bir həftəlik uzun münasibəti var. O deyil. Maşallah. Bu futbolçu olmasaydı məsələn Lamin Yamal'da heç hansısa bir xanım baxardı olsa. Nə qaraçı yox şey. Qaraçıları niyə ikinci plan atdırğalar orada. Qaraçılardan üzr istəyir. Tamam, biraz sən belə bazadın. Məsələn, bayaq Palmer haqqında danışdığı menecer söhbətdə. Normalda bir futbolçunun meneceri onu daha da pis vərdişlərdən uzaqlaşdırmalı deyil. Yəni onu daha sakit, stabil həyata gətirməli deyil. Yəqin ki eləməlidir, amma Yamal ki eləmir. Yamal xuliqandır, biraz cavanlıq eləyir. Xuligani. O gün baxıram, o postu paylaşıblar, sən elə açıqlamanı yazıblar və altda bir yazıb ki, işiniz olmasın, cavan uşaqdır. Ki, analar uşaqları qoruyur, cavan uşaq. O qədər şey də salamlar. Deməli, Yamala olar. Niyə görə olar? Adam zədəlidir. Təsəvvür zədəli idi. Amma qayğıya ehtiyacı var. Adam zədəli idi. Və tutaq ki 68-ci dəqiqədə oyuna daxil oldu. Bəli. 69-cu dəqiqədə adam assist elədi. Oynanda qələbə qazandılar sonra. Hamısı. Yəni bu adama hər şey olardı. Mən ona baxdım ki, bu adam həqiqətən qoy olsun. Qoy gündə biri ilə fırlansın. Güzel meczadan mantısı var. Qoy gündə biri ilə gəzsin. Qoy gündə biri ilə gəzsin, həyatın məhv eləsin. Bu dünya vəfasızlarındır, gedib keyf eləsin. Elə bir Burada bu xasiyyəti həqiqətən o bayaqdan dediyinə Dembele məsələsidir. Lamin Yamala balonlar qazanmasına təsir eləyə bilərmi səncə? Eləyə bilər təbii ki. Bayaqda şey eləyirsən, bu deyirsən sən eləyəm, olar. Məncə heç onun o qədər də vecinə deyil Ballon d'Or. Hələ ki vecinədir. Yəni hələ ki vecinədir. Təsəvvür elə,
təqvimim var. 365 gün fərqli qızla birlikdəsən və 5 il bu davam eləyir. 5 ildən sonra səncə sən hər hansı bir dəmirdən düzəldilmiş bir metal parçası önəmli gələr, yoxsa canlı başlı önəmli görüşdüyün gündə gözəl. Sən öz əlində demə də. General olaraq düşün. Ballon d'Or'da ikinci yerə çıxanda atası dedi ki, bir də Ballon d'Or'a gəlməyəcək. Onun bütün pis xasiyyətlərini sərbəst. Atasına heç xoşum gəlmir Atası onun mən tanıyıram. İşlərlə məşğuldur, bizdə Safos'un yanında qalırdı. Çok mu komik? Yüzüme bak, gözlerimin içine bak. Şerefsiz. Newcastle transfer olan bir futbolçu var. Voltemade Stuttgartdan Çox gəldi. bəyənirəm onu. Tam belə Premier Liqaya uyğun hücumçudur həqiqətən. Belə fiziki cəhətdən də yaxşıdır, sürətlidir. Deməli, Voltemade ilə bağlı bir xəbər ortaya çıxıb ki, adam İngiltərəyə köçəndə bir dostunu da özü ilə bərabər İngiltərəyə gətirib. Hər zaman deyir ki, biz zarafatla qarışıq deyirdik ki, əgər bir gün ölkə xaricdən çıxsaq, bir yerdə köçəcəyik də olduğumuz yerə. İkimizin də sevgilisi yoxdur və bu səbəbdən biz çox müstəqillikdə, müstəqil həyatımızı yaşayırıq. Bu mövzu barəsində biraz danışmamızı istəyirəm. Biz futbolçuların həyatını çox belə maraqlı bir həyat kimi düşünürük də. Hətta bəzilərimiz belə deyək də, özlənir ki, kaş futbolçu olardım, belə mükəmməl həyatımız olardı falan, amma sanki futbolçu olmaq yox, elə futbolçunun dostu olmaq daha maraqlı bir peşədir, hə? Elə belə heç bir məsuliyyəti yoxdur, hiss eləmirsən. Bir də məsələn bu bizim normalda mən bu tip xəbərləri türklərdən görməyə alışqınam. Özəlliklə Arda Turan'a tənqid edilər ki, Barselonada kiçik Bayram Paşa qrupda. Bir də onun səncə biz yeni getdiyimiz ölkəyə də həqiqətən uyğunlaşdırmalıyıq mı, yoxsa özümüzlə öz həyatımızı aparmalıyıq mı? Nə fikirləşirsən? Yəni ki, uyğunlaşaram. Yəqin ki, hə? Yəni ki, uyğunlaşaram. Yəni sən bu dəqiqə getsən məsələn İngiltərəyə və sən Bizi apararsan yanında. Sənə şans versələr ki, yəni sən gətirə bilərsən də, kim istəyirsən gətir. Gətirə bilərəmsə, gətirərəm təbii. O da gətirə bilərsən də. Hə, amma orada da Arda Turan kimi kiçik Bayram Paşa qurmaram. Kiçik Əhməddə qurarsan. Kiçik Əhməd. Siyasətə qurarsan. Amma istər-istəməz Əhməddə quraram orada da. Və səncə Rasul biz Voltemadeyə Lamin Yamal Merezənin nömrəsini ötürməliyik mi? Nə fikirləşsən? Heç bir Yamal atasını verək ona. Yamal atasını verək, Yamal düzəltsin biraz. Oradan bir-iki dənə qız versin. O boyda Londona gedir, yanında oğul apar. İkinci Lakazetlə Odegaard vakası görürəm. Özən müstəqil həyat falan. 2 metr boyu var. Yəni. Tamam, Voltemade'nin mükəmməl həyatından danışdıq. Bir də son mövzumda biraz futbola qayıtmaq istəyirəm. Bu yaxınlarda İngiltərənin belə deyək də bir futbol kanallarının birində bir açıqlama olub. Jason Kundi adlı bir keçmiş futbolcu hal-hazırda şərhçi olaraq çalışır. Van Dijk haqqında bir fikir bildirib. O deyib ki, məncə çox şişirdilir. İkinizdən də bu fikrinizi alacağam. Sol Campbell, John Terry və Rio Ferdinand'ın səviyyəsinə heç vaxt yaxınlaşmayıb və yaxınlaşmayacaq. Belə bir açıqlaması var. O səviyyəyə yaxın belə deyil. Sadəcə 2 yaxşı sezon keçirib. Bu açıqlama barəsində nə düşünürsən Rəsul? Səncə Van Dijk mükəmməl o səviyyə, yəni belə tarixin gəlmiş keçmiş ən yaxşı ilk üçlük müdafiəçisində varmı və Terry, Ferdinand, Campbell'dən yaxşıdırmı? O kimlik fikir bildirir? Düzəməli futbolçu. Zaten onların məqsədi odur ki, gündəmə gəlsinlər. O məsələn desə ki, Van Dijk üçündən də yaxşıdır. Burada onu danışmarıq ən azından. Onu deməyim. Və təbii ki, Van Dijk sən saydığın üçünün də ən prime sezonundan daha yaxşıdır. Van Dijk tarixin ən yaxşı üç müdafiəçisi içində adı var və mükəmməldir. Onun sadəcə mən bir mövsüm zəif çıxış etdiyini, nisbətən zəif çıxış etdiyini xatırlayıram. Başqa məncə Zədədən qayıtdığı mövsüm var. Amma mütləqdir ki, hamısından yaxşıdır. Adam zaten divardır, dəvədir hətta. Yəni heç vaxt xəyal etmirəm ki, o ilə mən belə rəqib kimi qarşılaşım da. Təsəvvür. Xəyal etmirəm də ona görə. Adı nə idi şərhçinin? Jason Kundi. Kundi. Məqsədimə çatdın. Bu dəqiqə Azərbaycanda TikTokda səni danışırıq. Bizdən prim kasırsan bilirəm. Adam kişi olur. Gündəmə gəl. Gündəmə gəlməliyiz. Tamam. Bəs biz səncə belə fikirləşək də Caviddə. Yəni Terry, Ferdinand, Sol Campbell-ı biz çox izləməmişik də, amma Ferdinand Terry-yə düşüb baxma çatmışıq da belə deyək. Van Dijk-ı çox yüksəldərək Terry ilə Ferdinandı biraz alçatmış olmuruq bəs. Onların tarixdə qoyduğu izlər mükəmməldir. Təbii ki, amma Van Dijk da tarix yazır və tarixə düşəcək. Və aralarında deməzdim bu qədər böyük fərq var, amma fərq var məncə. Van Dijk sən də öndə görsən? Van Dijk öndə görürəm. Amma Van Dijk bir il ərzində keçirilə bilməyən yeganə müdafiəçidir. Sən o statistikanı çox sevirsən. Çox bəyənirəm. Həqiqətən mükəmməldir və Ballon d'Or'a da az qalmış tutmağa. İkinci oldu da Messi İkinci oldu. Yəni bayaqki saydıqlarımızın hansı ikinci olub ki?
Nə? Müdafiəçilərdən də. Heç biri. Heç ona görə məncə bayağı bir Yox, fərq var. liderlik cəhətdən də bu arada Van Dijk çox qəşəng liderdir və son 90 plus qollarını yadınızda salın, kəllə ilə vurduğu fərqi yoxdur. Kubok olsun və s. Çempionlar Liqası olsun. Məncə mükəmməl müdafiəçidir və digərlərindən üstündür. Ya onda məsələn burada siyahıda olmayan bir futbolçu ilə qarşılaşdırmaq istəyirəm Van Dijk'ı. Premier Liqa tarixində 2 dəfə sezonun futbolçusu seçilən yeganə bir müdafiəçi Vidic, Nemanja Vidic. Nemanja Vidiclə müqayisə edəcək necə olar sizcə? Yəni Van Dijk'ı Terry ilə Ferdinanddan öndə görürsüz. Bəs belə bir sual verin də Van Dijk Premier Liqa tarixinin ən yaxşı müdafiəçisidir. Nemanja Vidic çox mükəmməl müdafiəçidir. Burada bir dənə məsələ var. O incə məqamı demək istəyirəm. Van Dijk'ın həmişə nə deyirlər, partnyoru deyirlər. Çox aşağı səviyyəli futbolçular olub. Kanate olsun, Joe Gomez olsun, məsələn Lovrenlə belə deyəsən olublar bir ara. Lovren özü dedi ki, mən dünyanın yaxşı oyunçusuyam. Sən də sevmirsən Lovren. Kimlərlə olublar, bəyənmirlər. Amma Vidic'in yanında Ferdinand olub bu arada. Və onun hesabına bu arada. Ferdinand onun zəif yerlərini bağlayırdı həmişə. Belə bir şeydir. Ferdinandın özəl etdiyi hərəkət nədir? Özəl etdiyi skill nədir belə deyək? Birinci pası. Bacarıq. Birinci pası. Adam mükəmməl birinci paslar verdi və hətta müdafiəçinin pas verməli olduğunu kəşf edən müdafiəçi odur, Ferdinand. Ondan qabaq müdafiəçidə birinci pasın qəşəng olmalı da deyildi. Oyunu qır, oyunu dağıt, qoyma qol olsun, buydu. Ferdinanddan sonra bu formalaşdı. Bir üçün elə bir şey heç yox idi. Ayağı bildiyin taxtaydı. Amma o taxtdan nədə istifadə edirdi? Qırırdı rəqibin oyunçularını. Qəşəng patkatları var, qəşəng belə deyək də. Son andakı müdaxilələri var, çox qəşəng. Amma Van Dijk'da dediyim hər bir şeyi indi qoy Van Dijk'a və üstündən vur 2-ni, olacaq Van Dijk. 2-yə də vurum hətta. 2-yə də vur. Çox mükəmməl həqiqətən olacaq. Tamam. Amma bu statistika özəlində danışsaq da Rəsul. Yəni dediyim kimi, yəni yeganə müdafiəçi Vidic'dir ki, 2 dəfə sezonun futbolçusu mükafatını aldı. Yəni o birislər Ronaldo, Rooney falandır da. Yəni adama gəldiyi səviyyəni düşün də. Van Dijk isə heç alıb bir dəfə alıb sadəcə o mükafatı da. Yəni haqsızlıq eləmiş olmuruq keçmişimizə, sizin nostalgiyaya. Normalda bu tip müqayisədə əslində keçmiş variant seçir çox bir vaxt biz də o auditoriyaya aidik. Burada Van Dijk'a aidsiniz. Bəli, görəcək Van Dijk üstündür də. Və 2 dəfə seçilmək çox möhtəşəm göstəricidir. Həmin illərdə, həmin ilə qədər bəlkə görülən ən yaxşı müdafiəçi ola bilər. Məsələn 2008-ci ildə Vidic əladır, zordur. Amma biz indi Van Dijk'ı gördükdən sonra Vidic artıq bizə zəif gəlir. Cavabın dediyi kimi Vidic'in müdaxilələri, sərt belə tavrı var idisə, amma bu Van Dijk'da hər şey var. Plus 2-yə vur və yaxud da 2-yə böl, Van Dijk zirvədir. Rəqabət məsələsi də ola bilər. Yəni o vaxt müdafiəçilərin rəqabəti indiki müdafiəçilərin rəqabətinin daha çoxdur. Ruben Dias falan da var. Belə düşünək də, amma məsələn Vidic'lə müqayisə ediləcək futbolçuların arasındakı fərq daha az idi. Van Dijk'ın rəqiblərinə olan müqayisədən daha çoxdur. Çünki ya Ruben Dias dediyimiz adam belə Van Dijk'dan bir pillə aşağı deyil məncə. 2 pilləsi var da rahat da. Amma Vidic, Ferdinandlar, Terry'lər, yəni bunlar hamısı eyni nəslin oyunçulardır və bunlar hamısı yüksək səviyyədə mübarizə aparırdılar da. Van Dijk fərqatlı olaraq düzdür. Yəni biz belə müqayisə eləsək belə Van Dijk həqiqətən ön adama çıxır və Ballon d'Or'un zirvəsində yüksəlmişdi sadəcə. Heyf, bir dənə müdafiəçi istəyərdim Ballon d'Or alsın. Bezdim. Messi hegemoniyası imkan vermədi. Qurbanlardan biri də Van Dijk oldu. Bugünkü mövzumuz bu qədər. Biz indi keçək hara kişinin sözü bir olar. Kişinin sözü bir olandan davam edirik. Bura qədər baxmısınızsa bu abunəlik like məsələni həll eləyin və bayaqdan bəri danışırıq. Rəy yazın o fikirləriniz barədə də Van Dijk, Voltemade, Yamal, maraqlı mövzularımız oldu. Palmer'in gerizəkalı qərarı. Bunlar barədə rəylərinizi yazın və biz də statımıza keçək. Deməli, açıqlamamız bu şəkildədir. Hərə öz hisslərini bir cür bir üzə verir. Mən də döymə ilə, tatu ilə. Belə bir açıqlamamız var. Antoine Griezmann, Ricardo Quaresma, Arturo Vidal, yoxsa David Beckham. Bu 4 futbolçumuzdan sizcə hansı bu açıqlama verib dostlar? Quaresma sevərsin. Çox qəribə seçimlər qoyub daha deyənə. Bax, Vidalı bad boy kimi tanıyırıq da Arturo Vidal. Amma digərləri bad boy deyirlər. Quaresma'dır, Griezmann'dır və Beckham'dır. Onlar öndə, üzdə olan adamlardır. Burada Vidal belə Vidal könlümü bad boy deyil məncə, başdan xarabdır. Başdan xarab. Şeydir, Çinə gələndə atla
olmuşdu prezentasiyada görmüşdünüz. Çok qəşəng idi. Griezmann olmaz, niyə görə? Bəlkə də Griezmann, amma Griezmann məncə hisslərini eyni tarixdə uşaq dünyaya gətirən yoldaşı ilə ifadə edir. Çünki onun yoldaşının uşaqları eyni tarixdə. Məsələn, ayın 8-idirsə birinci uşağı. 8-ci ay 8-idirsə birinci 4 uşağı var bu arada. 3'ü 8 Martda dünyaya gəlib elə düşündə. Hə, Bir dənə hə, son hə, uşağı hə, fərqli hə, tarixdə oldu. Bir dənəsi indi şey olub, yan gedib. Bəli, ona görə Griezmannla Vidal'ı saxlayırıq. Burada bir yerdə qalır Beckham. Beckham olsun. Quaresma ilə Beckham. Quaresma bilmem. Quaresma. Oy, adamsın Quaresma. Ayda mən belə riskli davranıb deyirəm ki, elə Vidal. Cavab verəcək artıq. Cavab verdim Vidal. Elə risk olur. Təsəvvür bet yazıb 1.05-ə deyir, risk eləyir. Yaxşı, demirəm. Nə risk olur? Yaxşı, buyur, sən Mən ifadə daha et. çıxaydım Vidal'dır məncə. Tamam, sən Vidal seç. Griezmann fikrimcə deyil. Griezmann bu arada tatlısı olduğunu bilmirdim. Var hamısının tatlısı var. Hə. Ola bilər bir iki dənə olsun, amma sən cümləndə elə səsləndi ki, öz hisslərimi tatularımla bildirirəm. Yəni bu adamın çoxlu tatusu var. Tatuları var Griezmannın. Ağlıma kim gəlir? İbrahimovic gəlir o dəqiqə. Bədəni çox döymə olan birini Onu düşünürsən. variantlara qoysanın bu arada mənə çaşdıra bilərdin. Tamam, sən kimi seçirsən? Mən kimi seçirəm? Griezmann deyil fikrimcə. Deyil. Vidal var, Quaresma var və Beckham var. Beckham var. Sizə seçə bilərsən, amma heç kimi seçməmişəm. Təşəkkür. Sən yenə manipulyasiya edirsən rəqibi. Seçə Vidal. Yo, mən seçmədim. Hə, yaxşı. Deməli, Beckham var, Vidal. Quaresma da seçmirəm və ağlıma Beckham qalır. Okey. Beckhamın çox tatusu var. Beckhamın tatuları fərqlidir gördüyüm qədərilə. Yəni maraqlı tatuları var. İncələmişsən bütün tatlarını. İncələməmişəm, amma belə uzaqdan baxanda yaxşıdır, yəni bəyənirəm. Tamam. Və ağıllı adamdır. Məsəl üçün normalda öz Sən hisslərini... Serbiyadan liman alardı Beckham. Yox, təbii ki. Məsələn, Ağıllı adam. ağıllıdır. Yəni nə mənada ağıllıdır? IQ-su yuxarı olan futbolçulardandır. Həm futbolçu, həm də belə futboldan gəlir. Məsələn, futbol qutarıb nə qədər biznesi var və s. Və öz hisslərini, tatularını ifadə eləmə zəruriyyəti yarana bilər özündə. Zəruriyyəti yarana. Onu bir də Sən də çox ağıllısan. Onu da deyəməyəcəm. Və fikrimcə Beckham deyib bu cümləni. Okey. Tamam. Tamam. Rəsul sən kimi Ay, seçirsən? bilmirəm. Griezmann'a da oxşuyur. Sən Vidal'ı mənə şey eləcək ki, Beckham. Sən Beckham istədin, Mən seçmə. eləyim deyiləm. Mən Mən eləyim. elə Quaresman istəyirdim əvvəldə. Quaresman, Hə, məsələn onun belə dediyi kimi idi. Onun belə Rabon Az tatusu var Quaresman, deyə bilərsən. Burada tatusu var. Tamam, sonra. Belə. Nə, o nə tatu? Sən Quaresma az tatusu olduğunu demək istəyirsən, yoxsa Yox. biz tatularını bilmirik, Aha, onu deyirsən. az tatusu. Hə. Tamam, mən Quaresman tatularını bilmirəm. Amma o sözü deyəcəyinə inanıram. Quaresma şey tatusu var, göz yaşı tatusu var. Çok Quaresman. Elə şey olur. Hisslərdə elə var dedim. Ağlayıram bu dəqiqə. Nə alaq? Kim elə şey olar, kömək elədi. Mən dedim, Beckham Oradan bilirsən Tamam, Quaresma Vidal düzgün seç. cavab. Mən Vidal Sən ki seçirəm. çaşdırdın mı onu? Nə bilirsən Quaresma düzgün Pək cavab? çaşdım. Tamam, mən Vidal seçirəm. Cavidin xəttində. Qərar ver Vidal, artıq. Vidal. Amma Quaresma çıxacaq cavab. Mən Vidal. Quaresma çıxacaqsa. Quaresma Seçdi çıxdı, onu Quaresma Quaresma. seçdi. Mən Tamam, son qərarlar bizə dostlar. Quaresma. 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 Tamam. Beckham. Ne yapıyorsunuz orada siz? Anlatır adam. Beckham olsa mən durub gedəcəm. Amma həqiqətən oynamayacaq. Beckham olsa mən durub gedəcəm. Niyə dəyişirsən fikrimi ki? Beckham inansız niyə dəyişdin? Söhbət mənə təsir. Həqiqətən. Hayda. Böyle ağlımda kalan spesifik Beckham tatlısı yok diye örneği vermeyeyim. Dedik Quaresma Beckham. Karar verdiniz. Tamam. Ne maraqlı oldu. Bu kişi söz bir olay maraqlı oldu. Ay Allah. Hərə öz hisslərini bir cür bir üzə verir. Mən də bunu döymə ilə edirəm, yəni tatu ilə edirəm. Belə bir açıqlama verirəm futbolçu. Yenə bir başlayaq. Futbolçuların hansıları səhv variantları idi. Yenə mükəmməl bir həmlə ilə ilk uzaqlaşdırdığımız oyuncu Griezmann idi. Griezmann eləməyib bu açıqlama. Griezmann tatularla hisslərini bir üzə verməni Griezmann vaxtı düşünürsünüz. yoxdur çünki uşaqların tarixini tutusdur. Allah saxlasın Griezmann Allah. uşaqlarında. Tamam. İkinci uzaqlaşdırdığımız oyuncu çox tərəddüdə qaldığımız oyunculardan biri idi. Vidal idi. Vidalla deyil bu açıqlamanı eləyən. Deyil.
Qəşəng. Onda böyle çok yükseğe başladın Russell Vidal meselesiyle. Sen de biraz böyle isiminin Vidal'a ama Griezmann'la Arturo Vidal bu açıklama edən futbolcu değil. Ama bu açıklama edən futbolcu kimdir? Bu açıklamanı vermiş şəxs futbol kariyeresini bitirmiş bir futbolcudur. Ve cevap Beckham'dır. Abi ben akıl oyunlarında biraz özür dilerim. Bakar Aydan Cavet. 2 haftada bu tuzağa düşürürsünüz. Ana kadar. Bir dayanın da siz koyu birinci ben seçeyim. Russell bu oyunun bug'ını tapıb artıq həqiqətən. Beckham olsa mən durub gedəcəm amma həqiqətən oynamayacaq. Mükəmməl. Gedirsən? Cavet. Deyirdin gedəcəm. Bu açıqlama vermiş şəxs David Beckham'dır. Bəli. Quaresma'ya çox yaraşardı. Bəlkə mən yarışmacı olsam Quaresma seçə bilərdim amma düzgün cavabımız Beckham'dır. Buradan Cavidə xal verə bilmirik amma Cavid xal istəyir. Danışdım. Niyə bunu seçmədin? Hər şey dedim. Dedim bu adamın IQ-su çoxdur. Quaresma nə IQ-su var? Ancaq belə atırdı. Mükəmməl açıqlamamızdan sonra keçirik. Kim bilir? İspaniya liqasında oynayır. Bəli. Müdafiəçidir. Real Madriddə oynayır. Xeyr. Hücumçudur. Bəli. Klubu hal-hazırda Aha. La Ligada ilk 5-likdədir. Turni cədvəl deyəcəksən, baxmalıyam. Klubu ilk 5-likdədir, bəli. Yəni Atletico deyil, bunu bilin. Realda deyil. Tamam, çox sağ ol. Tamam. Kataloniya təmsilçisidir. Xeyr. Niyə bu əcayib suallar verir? Barcelona Demri'də. Allah. Bu arada ilk 5-likdə kimdir? Sən bilə bilməzsən Tamam. kimdir. Atma, oyun oynama və Allah. Russell qalibiyyəti kutlayır artıq. Villarrealda oynayır. Xeyr. Fenerbahçe'de oynuyor. Xeyr. İspandır. Xeyr. İtalyandır. Xeyr. Braziliyalıdır. Xeyr. Edison Cavani. Xeyr. Edson Cavani özdə şeydə Edison deyil. Cavani. Juniorsa Tamam. deyir. Bir yanlış. Bir kuş. Hoppa hoppa. Attım kuş onu. elə. Bir yanlış. Bak, belki de elə o da bilərsən. Ben uduzaram ha. Sen udabilmezsen. Çox adamın fikrinə görə bu oyunçu gol atdı. Xeyr. Kim var ki öyle? Yox, o mükəmməl sağ. Ay, ha. Mükəmməl sağ. Xeyr. Argentina aldı. Bəli. Betis'te oynayır. Xeyr. Betis'te top 5'lidir. Kimdir bu top 5'te olan? 5. 9 nömrədir. Bəli. 9 nömrə Argentinalı. Yəni pozisiya olaraq deyirsən. hə? Julian Alvarez. Təbrik edirəm. Təbrik edirəm. Bunun bir quşu qalır bu arada. Yo da bəs. O bir partiyada olur. O bir partiyada. İlk futbolçumuz Cavid tapdı. Əla növbə 1-1. futbolçumuzdan davam eləyək. Cavid bir qalib kimi bu sualı bizə yönləndirsin. Almanya liqasında oynayır. Bəli. Qəşəng. Bayer Leverkusen'de oynuyor. Birincidən tutdunuz şey. Xeyr. Müdafiəçidir. Bəli. Maşallah. Bavariya'da oynuyor. Bəli. Fransızdır. Xeyr. Tap yerini alınmadı. Fenerbahçe'de oynuyor. Xeyr. Nədir bu Fenerbahçe eşkin bu gün? Arkada oynuyor. Galatasaray'da oynayıb. Xeyr. Şimdi qalsın. Beşiktaş'ta oynuyor. Müdafiəçi kimler var? Bunun konferansı. Dedim. Ha. Hə. Ben de Kim King Kong King. King Kong. Bəlkə mərkəz deyil cənabdır. İspan'da. Xeyr. Kim? 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 Kim Mice demək Kim istəyirsən? Nice? Bir kuş. Yanlış. Dedim bak Fenerbahçe'de oynuyor dedi ya. Səhər bir quş. Bir kuş olsun. Bax bir yanlış deyirsən diskvalifikasiya. Tamam. Zaten cüzdən gəlmisən deyən görə. Sonuç gör Kaylar'da oynayır. Cinah yarım. Cinah müdafiəçiləridir. Bəli. 2 nəfərdir işte. Kanal aldı. Bəli. Davinson Sanchez. Yanlış. Davinson da Davinson. Yanlış. Hayır. Sen diskvalifikasiya olsun. Ya. Ay yok da Kanadalı. The. Alfonso Davis. Sorry. Yok. Davinson da demirsən. Davinson Ay Sanchez. çaşdırdım. Ayrı Ben 2 nəfər səs verin. Dostlar siz səs verin. Ben haqlıyamsa deyim mən haqlıyam. Amma belə düşünək də sən dostluq qardaşlıqdan yanasan, hə, bərabərliyə
Gətir məsələdir. O da rahat gəldi. Buraya belə şey var. İspanya'da oynuyor. Xeyr. İngiltere Premier Ligasında oynayır. Bəli. Arsenal'da oynuyor. Hər hansısa bir Manchester klubunda oynayır. Bəli. Müdafiəçidir. Bəli. Portuqaliyalıdır. Bizim qonşu ölkələrdəndir. Qəşə saxi. Mərkəz müdafiəçidir. Bəli. Stones. Yanlış. Bir dənə də səhv tapacaq. Okey. Aha, Argentinalıdır. Xeyr. İngiltərəlidir. Xeyr. Avropalıdır. Bəli. Argentinalı müdafiəçi var ki, City-də. Ha, oyuncusu City'dədir. Çox sağ ol. Bu United'dən həm də United variantı var idi. Boyu 1.80. Boyu 1.80-dən yuxarıdır. Əlbəttə. Əlbəttə. Bəli. Olmaz. Nə? Bəli. Mərkəz. Formasındakı yazılan ondan sonra 3 hərfdir. Xeyr. Ay sən. Qəşəng. Bir şey deyim. Qalmadı axı heç kim. Amma qaldı. Bir nəfər qalıb Amma deyəsən. qaldı. Amma deyəsən heç olur. Gönder gəlsin. Adı Məsci ilə adı. Sağ olun bildinə. Bəli. Yoşka Guardian. Təbrik edirəm. Yes. Öz-özünə məğlubiyyət deyil də, bərabərlik Mənim əsl rəqibim özümə. Ya bu qədər bilikli olub da bu qədər bunu istifadə edə bilməmək nə deməkdir? Kafanı kullan. Yok. Peki, əla bu gün yenə dostluq qardaşlıq qazandı. Təbrik edirəm. Mən 2 oyunda heç nə eləmədim. Amma sözsə ya, heç nə eləmədim. Yerində dayanaraq yəni bərabərlik aldım və oradan da 3 düzün cavab verdin. Tamam. Maraqlı bir bölüm oldu. Ümid edirik siz də əyləndiniz, sizin də xoşunuza gəldi. Bizlərcə də xahiş edirik yenə rəylərdə fikirlərini bildirsinlər. Özellikle oyun hissəsində çox dedik güldük. Kanalımıza abunə olmağı unutmayın dostlar. Bizi sosial şəbəkələrdə də izləyin. Bizi hələ çox görəcəksiniz. Özünüzdən müğayət olun. Hələlik.